narkotikten istifadə edib bir anlığa alacağınız ləzzət, bir anlığa alacağınız xoş dəqiqə sizin ömürlük həyatınızı məhv edir. İnsan narkotiklə yüksəlməz, narkotiklə həyatını, bütün arzularını, gəncliyini, ailəsini məhv edir. Belə bir düşməni, belə bir narkotik ləzzət alacaq maddəni yaxından buraxmayın. Çünki bu sizin gələcəyiniz deyil. Amma əslində siz daha yüksəklərə layiqsiniz. Bu daha yüksəklərə çatmaq üçün əmək çalışmaq, əməkkeşlik, öz üzərində işləmək, savadlı olmaq daha lazımlı bir istəkdir. Buna çalışın. İğnə deyil, qələm tut. Öz hekayəni özün yaz. Bu qısa amma güclü çağırış bizə onu deyir ki, narkotiklərə yox deməliyik. Çünki iğnə həyatımızı məhv edən bir vasitədir. Qələm isə gələcəyimizin açarıdır. Qələm tutmaq elm öyrənməkdir, yaradıcılıqdır, gələcəyini seçməkdir. Unutma, həyat sənindir. Hekayəni başqası yox, sən yazmalısan. Və o hekayələrin güclü, sevgi dolu olmağını istəyirsənsə, iğnəni yox, qələmi tutmalısan. Narkotik maddələr üç əsas aspektdə insanlara zərər vurur. Fərdi, ailəvi və cəmiyyət. Fərdi səviyyədə insanın fiziki sağlamlığını korlayır, onun beynində asılılıq yaradır və xəstəliklərə yoluxma riskini artırır. Ailəvi səviyyədə nəzər yetirdikdə isə narkotik vasitələrin ailə daxili münaqişələrə, ailələrin daxilində problemlərə və bir sıra ailələrin dağılmasına gətirib çıxartdığını görə bilərik. Cəmiyyət səviyyəsində isə narkotik vasitələrdən istifadə insanların, gənclərin xüsusən sosial həyatını korlayır, onların dostları ilə, ailələri ilə münasibəti korlanır, onların təhsil həyatı gerilir və sosial davranışları tamamilə məhv olur. Bu səbəbdən də gənclər arasında düzgün maarifləndirmə tədbirləri aparılmalı, onlara sağlam həyat tərzinin önəmi başa salınmalıdır və biz gənclər olaraq özümüz narkotik vasitələrə qarşı yox deməyə bacarmalıyıq. Çünki hər bir gəncin gələcəyi elə onun öz əllərindədir. Gəlin gənclərimizi sevgi və dəstək dolu ailə mühitində yetişdirək. Çünki möhkəm ailə bağları narkomaniyaya qarşı ən təsirli qalxandır. Hər birimiz bu mübarizəyə qoşularaq sağlam cəmiyyətin formalaşmasında fəal rol oynaya bilərik. Gələcəyimizi qoruyaq. Narkomaniyaya yox, həyat və ailəyə bəli deyək. Narkotika yox de, sağlam həyat tərzini seç. Həyatın gözəlliklərini kəşf et, idmana və təhsilə fokuslan, uğura doğru addımla. Narkomaniya ilə, narko bizneslə mübarizə dünyada ümumi bəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, hər bir xalqın, hər bir millətin fiziki və şuuru sağlamlığı uğrunda aparılan mübarizədir.